İhazə Dilber Babayeva, Ich bin Deutschlehrerin am Technischen College bei der Nationalstaatsuniversität. Heute spreche ich über Berufstätigkeiten und Aufgaben des Dialektes. Gebrauch des bestimmten Aktors, Gebrauch des unbestimmten Aktors und Gebrauch des Federaktors. Beginnen wir. Berufstätigkeiten und Aufgaben des Dialektes Bakanların faaliyetleri ve vəzifələri, müəyyən aktlar, qeyri-müəyyən aktlar və aktın düşməsi halları. Der Berufsdialekt zifir zu der Spadiensten und Abwechslungsreichsten Berufsvermittlungen. Bakanlık peşəsi spesifik heyvanlarla bağlı olan ən maraqlı və müxtəlif peşələrdən biridir. Der im Gegensatz zu vielen anderen Berufen stehen dem Tierarzt oder Veteriner wie der Tierarzt auch genannt wird, viele verschiedene Tätigkeitsbereiche offen, in der Servicen einbringen kann. Diğer peşələrin əksində bakanlıq peşəsi öz söhbəsini verə biləcəyi fərqli fəaliyyət sahələrini açır. Yəni, onların işlədikləri yerlər daha genişdir, daha bir çox sahələrdə işləyə bilərlər və öz bilişlərini bir çox sahələrdə tətbiq edə bilərlər. Onun kimi Xurdas, yalnız bununla da deyil. Auch seine Patienten können ganz unterschiedlich sein. Yalnız bununla da deyil, həmçinin onların fərqli xəstəlikləri, yəni fərqli xəstələrdə ola bilər. Hier bedarf es nicht nur Spaß am Kontakt zu deren Wunden in der Regel auch Geschichte im Umgang mit deren Halterin. Burada yalnız heyvanlarla ünsiyyətdə sevmək deyil, həmçinin onların sahibləriylə də ünsiyyətdə bacarıqlı olmaq lazımdır. Der erste Besucher auf der Aufwachen oder sie arbeiten im Tierschutz oder in der Forschung. Bakanlar həmçinin heyvanları ziyarət edirlər, onlar heyvanların müdafiəsində və tədqiqatlarda işləyirlər. Manche arbeiten auch nur mit toten Tieren. Bəzən onlar yalnız ölü heyvanlarda işləyirlər. Sie betrachten geschlachtete Tiere, damit kein Fleisch von kranken Tieren verkauft wird. Onlar kesilmiş heyvanları yoxlayırlar ki, xəstə heyvanlar əti saxlamasın. Sonst könnten die Menschen, die das Fleisch essen, selbst kranken werden. Çünki həmin ətləri yeyən insanların özləri də xəstələnə bilərlər. Aufgaben und Tätigkeiten, faaliyetləri və vəzifələri. Ein Tierarzt überwacht die Gesundheit von Haus- und Nutztieren. Baytarlar evcil tasarruf heyvanlarını və ev heyvanlarını sağlamlığına nəzarət edirlər. Als Niedergelassene Veterinärbehörden zum Beispiel empfehlen, diagnostizieren und behandeln von Krankheiten zu deinen Aufgaben wird. Təcrübəli bir baytar olaraq sizin vəzifələriniz, öhdəliklərinizə xəstəliklərin peyvəndi, diagnozu və müalicəsi daxildir. Im öffentlichen Veterinärwesen ist Schutz und Gesundheit der Tiere und die Sicherheit von lebensmitteln tierischen Herkunft zu gewährleisten. Dövlət Bakanlıq Xidmətində siz heyvanların sağlamlığını və müdafiəsini nəzarət edirsiniz ki, heyvan nəşəli qidaların təhlükəsizliyi təmin olunur. Zudem können Tierärzte in der Entwicklung von Arzneimitteln tätig sein. Baytarlar həmçinin dərman preparatların hazırlanmasında da işləyə bilərlər. In der Nahrungsmittelindustrie überprüfen sie die Gesundheit und Beliebigkeit anhand von lebensmittelhygienischen Vorschriften im Labor. Qida sənayesində isə onlar laboratoriyada qida higiyena qaydalarına əsasən məhsulların sağlamlığa zərərli olmamasına yoxlayırlar. Ümumilikdə heyvanların, baytarların vəzifələrini və fəaliyyətlərinə baxar. Diagnostik und Behandlung kranker Tiere. Xəstə heyvanlara diagnoz qoymaq və müalicə etmək. İlk Tiere gelen Krankheiten, gençlerin heyvan xəstəliklərinə qarşı peyvəndlərdir. Chirurgische Einrichtungen, cerrahi əməliyyatlar aparmaq, überprüft die Gesundheit von Nutztieren, malqaranın sağlamlığını yoxlamaq, bir Biogebet von Nutztieren, malqaranın doğumunu cümlə etmək, überwacht die Produktion tierischer Lebensmittel, heyvan nəşəli qidaların nəzarət etmək, und unterstützt die Entwicklung und Zulassung von Arzneimitteln aus Tierbestandarten. Heyvan nəşəli qidalardan hazırlanan dərmanların iştirakında nəzarət etmək. Gebrauch des unbestimmten Aktors. Der unbestimmte Aktor wird in folgenden Fällen verwandt. Geri-müəyyən aktörlər nə zaman işlənirlər? Birinci, bei erstmaliger Auskunftsverfahren über eine Sache oder Person. Bir əşya və şəxs haqqında ilk dəfə danışılarsa, bu zaman qeyri-müəyyən aktörlər işlənir. Qeyri-müəyyən aktörün birincisi aynıdır. Doğuşlayır aynaman, burada bitişli dayanıqdır. Derman müəyyən aktördür. İlk dəfə haqqında danışdığımız üçün aynaman istifadə olunur. Sıvaki ikinci.
Haben, brauchen, werden und es gibt. Haben, brauchen, es gibt fiillerinden sonra müddətçi müəyyən artıqlı, qeyri-müəyyən artıqlı işlənir. İkinci verdikdə analitik kompleksdə şöyle, bir otaqda 6 stol ve bir stol vardı. Burada gibt ifadəsi, hat einen Bleistift. Burada haben ifadəsi ve üstün şahsın taşında hat oldu. Brauchst du ein Buch? Brauchst du brauchen ikinci şahsın taşında olduğu için sırtı şəkilsi qəbul edildi və burada haben brauchen eskikdə olduğu için qeyri-müəyyən artıqlı istifadə olunur. Dritte, üçüncü, Nomen in den Nachrichten. İsmi xəbərlər. Elis Anflayger Schüler, o çalışma şahitdir. Bakı İslam İndüstriyada, Bakı Sənədiyyat şəhəridir. Burada isimlər xəbər olduğu üçün, isimləşdiyi üçün qarşısında müəyyən artıqlı, qeyri-müəyyən artıqlı istifadə olunur. Fiildə dördüncü, Imperliyə, yəni müqayisədə. Sabina bir anenaktika. Sabina bir bülbül kimi oxuyuyor. Palçubuq bir anfiş, palçubuq üzür. Burada ise müqayisə olduğu üçün qarşısında qeyri-müəyyən artıqlı istifadə olunur. Gebrauchtes bestimmte artıq. Yəni müəyyən artıqın işlənməsi. Bestimmte artıq bir infolkendən anlatırdır. Müəyyən artıqlar aşağıdakı hallarda işlənir. Erste, falls bereits eine Sache oder Person erwähnt wurde. Bir əşya haqqında ikinci dəfə danışılanda artıq müəyyən artıq istifadə olunur. Ich habe ein Buch. Burada ilk dəfə danışdığımız bayaqçıdır. Mən kitabımda Das Buch ist interessant. Bu kitab maraqlıdır. Artıq hansı kitabda söhbət etdiyi məlum olduğu üçün bu zaman aynı yox, das istifadə olunur. Zweitens, yəni ikinci. Vor Substantiven deren Wissen einzigartige sind. Dünyada varlıqlar tək olan isimlər qarşısında müəyyən artıq işlənir. Die Erde, die Sonne, der Mond, der Himmel. Yer, güneş, ay, səma. Die Erde dreht sich um die Sonne ve güneş etrafında fırlanır. Burada yer ve güneşin karşısında müəyyən artıq istifadə olunur. Dritte, yəni üçüncü. Wenn ein Adjektiv in Superlativ form einen Substantiv besteht. Eğer ismin karşısında sifət üstünlük dərəcəsində durarsa, bu zaman müəyyən artıq işlənir. Der beste Schüler bekam einen Preis, die jüngste Tochter studiert an der Universität. Der en yaxşı şagird mükafat aldı. En cəzgin üniversitetdə təhsil alır. Burada der beste, die jüngste sifət üstünlük dərəcəsi olduğu üçün qarşısında die, yəni müəyyən artıq istifadə olunur. Vierte, dördüncü, für weiblichen und männlichen geografischen Namen. Kadın ve kişi destemesi olan coğrafi adların karşısında. Die Schweiz, die Türkei, der Iran, der Irak. Karşısında die ve der artıqlar istifadə olunur ki, onlarda müəyyən artıqı vardır. Fünfte, beşinci, ein Adjektiv verwendet der Unterschrift Namen wie zum Nomen die Herren, wenn es hört. Orta cinsə məxsub olan dövlət isimləri qarşısında sifət durarsa, das demokratik Azərbaycan, demokratik Azərbaycan. Burada necə Azərbaycan, demokratik? Bundan söhbət etdiyi üçün qarşısında qeyri-müəyyən istifadə olunur. Sechste, altıncı form, konkrete Namen von Stoffen und Bemesmitleri. Konkretləşdirilmiş maddə və yemək adlarının qarşısında, məsələn, verdiyi indikasiya inşonka. Fincanlaşsa artıq soyub. Hansı maddədən, hansı sayıda söhbət çəkdik, burada dəqiq bildirilmişdir. Bunların qarşısında yəni müəyyən artıq istifadə olunur. Das Fleisch in der Suppe ist weich. Ve şu suptaki et yumuşaktır. Artık burada da konkret bir maddeden söhbət çektiği için das istifadə olunur. Siebente, yani yedinci, wenn der Name eine Zahl vorangestellt ist, isimler karşısında sıra sahibi durarsa, hat das Leben für die fünfte Klasse gekauft, die fünfte, yani 5. sınıf deyince, o 5. sınıf dersliğini aldı. Burada sıra sahibi olduğu için karşısında müəyyən istifadə olunur. Im Fall des Passivfalls des Substantivs, isimlər yiyəli halı ilə təyin olunmuş təyin. Der Sohn der Tante ist Student. Deyir ki, xalanın oğlu tələbədir. Das ist die Tasche des Kindes. Uşağın çantası budur. Burada der Sohn der Tante, die Tasche des Kindes yiyəli halı ilə olunduğu üçün qarşısında bir müəyyən artıqlarla istifadə olunur. Feilən əsasımız artıqların düşmən halları, yəni o hallar artıqlar istifadə olunur. Erste, der folgende Artikel ist meine Meinung. Dem Substantiv ein Positivpronomen vorangestellt ist. İsmin karşısında diğer yazılırsa. Mein Philipp ist da. Mənim qələmim buradadır. Daimler arbeitet in der Fabrik. Beşten ana fabrika işləri. Burada mein ve daimler yazılar olduğu için artikel düşür. Zweite, yani ikinci. Wenn der Substantiv eine Menge Zahl vorangestellt ist. İsmin karşısında miqdar sahibi varsa. İntim yazıp araştırıyor. Otaqda üç tane vardır. Miqdar sahibi olduğu için genel düşür. Dritte, wenn der Substantiv Konsiderung Nationalität Zugehörigkeit zu einer Gruppe angibt.
Eğer bir isim sənədlər peşəyə, meyyətə məsul bildirərsə, bu zaman yenə artikel düşəcək. Er ist Malier, sie ist Ärztin, o rəssamdır, o həkimdir. Dieser Mann ist Azərbaycanlı. Bu kişi Azərbaycanlıdır. Vierter dördüncü, in Festmelde Dominien und Sprichworte. Sabit söz birləşmələrində və axtalar sözlərində, məsələn, Abendesen, Albert Maftaslıqın iki insanın cövbəridir. Şamikaya. Bu zaman yenə artikel istifadə olunur. 5. Nachdenesen paragrafı Western son sözündən sonra isim gələrsə Westernburg, Westernburg. Kimin kitabı, kimin olduğu bu zaman yenə artikel düşür. 6. in Reden, yəni kitablarda. Student Elhan, Vertayla dik hefteli. Deftələri Elhan, dəftələri payla. Burada kitab olduğu üçün artikel olmayacaqdır. Zipte 7. Vorzaten Unternehmensnamen yenə maddə və yeməklərin qarşısında, amma bunu müəyyən arkadaş ilə qarşıdırmırıq. Burada konkret deyil. Məsələn, Lençaran eksportiv mandarin tutulanır. Burada məlum deyil hansı mandarində, hansı limonda, amma Fevral 35-dən təndə, yəni müəyyən artikelda konkretləşdirilmiş maddədir. Onun görə qarşısında müəyyən artikel işlənir, amma burada artikel işlənir. 8. Nach dem Wort ohne sözündən sonra, ohne Buch, ohne Mantel, kitabsız, parçasız və sonuncu, nein, for the name of the person, şəxs adlarının qarşısında. Səməd Vurğun ist ein Lehrerdir. Səməd Vurğun məşhur şairdir. Bu zaman Səməd Vurğun şəxs adlı olduğu üçün qarşısında artikel işlənir. Bu dərsimiz bu qədər. Gələn dərslərdə görüşək.